Anton Çexovun 6 nömrəli palata əsəri sadəcə bir dəlixana hekayəsi deyil. Bu əsər insan ağlının, cəmiyyətin və vicdanın necə çürüdüyünü göstərən ağır bir mənəvi diaqnozdur. Hadisələr kiçik bir şəhərdə, xəstəxananın kənarında yerləşən köhnə və baxımsız bir fligeldə, 6 nömrəli palatada cərəyan edir. Bu palata cəmiyyətin gözdən uzaq saxladığı, unutduğu insanların toplandığı bir məkandır. Burada insan ləyaqəti, mərhəmət və qayğı anlayışları çoxdan yoxa çıxıb. Əsərin mərkəzində xəstəxananın baş həkimi Andrey Yefimiç Ragin dayanır. O, zahirən savadlı, sakit və fəlsəfi bir insandır. Ragin stoik düşüncəyə sığınaraq belə hesab eləyir ki, ağrı, ədalətsizlik və istirab həyatın dəyişməz hissəsidir və onlara qarşı mübarizə aparmaq mənasızdır. Onun üçün insan əzabı artıq adi bir statistik göstəricidir. 6 nömrəli palatada isə tamam fərqli bir obraz var. İvan Dmitriç Gromov. O dəli damğası vurulmuş, lakin ən sağlam düşünən insandır. Gromov ədalətsizliyə qarşı həssasdır, zorakılığı qəbul etmir və cəmiyyətin saxta normalarına qarşı üsyan edir. Əslində onun dəli olması deyil, həqiqəti açıq deməsi təhlükəli sayılır. Ragin ilə Gromov arasında baş verən dialoqlar əsərin fəlsəfi nüvəsini təşkil edir. Gromov ağrını real və yaşanan bir həqiqət kimi görür. Ragin isə onu yalnız nəzəri anlayış səviyyəsində qəbul edir. Amma həyat ironiyasını burada göstərir. İnsan yalnız əzabı yaşadıqda onu anlayır. Əsərin ən sarsıdıcı nöqtəsi isə həkimin özünün 6 nömrəli palataya salınmasıdır. Dünən xəstələrin taleyinə biganə qalan Ragin bugün eyni zorakılığın qurbanına çevrilir. O zaman anlayır ki, fəlsəfə kitabdan oxunanda yox, divarları qapalı palatada sınananda həqiqətə çevrilir. Çexov bu əsərlə bir həqiqəti üzümüzə çırpır. Cəmiyyətdə ağıl və dəlilik anlayışları çox vaxt yerini dəyişir. Sistemə uyğunlaşmayan insan dəli elan edilir. Biganə və vicdansız olanlar isə normal sayılır. 6 nömrəli palata bizə sual verir. Əslində dəli kimdir? Zülmə qarşı çıxan yoxsa ona susan?